Bir müddət öncə sakinlərin müraciəti ilə ərazidə gedib problemi işıqlandırmışdıq. Söhbət Biləcəri qəsəbəsi Yəhya Hüseynov küçəsində qoyulan yol nişanının sürücüləri çətin vəziyyətə salmasından gedir. Körpünün altından şəhər istiqamətinə çıxış imkanı verən yol üzərindəki nişan dəyişdiriləndən sonra sürücülər 4 kilometrə yaxın əlavə məsafə qət edir. Saatlarla tıxacda qalırlar. Körpünün altından şəhərə çıxış bağlamışdı. Sürücülər nişana uyğun olaraq əvvəlcə sağa dönməli, daha sonra 3 kilometrdən çox məsafə qət eləyib, fırlanaraq geri qayıtmalıydılar. İndi bütün nəqliyyat vasitələrinin hamısını yüklüblər yuxarı, quruq yüklənir və yaxud buradan çıxanlar gedir 3 kilometr, 2 kilometr fırlanıb qayıdırıq. Yəni təzə vaxtı söz verdilər ki, düzələcək bu işdə. Elə də qalıb. Benzin də gedir, vaxt da gedir. Yəni tıxacda qaldıq saatlarla, yuxarıda yüklənir. Əvvəl buradan girirdik, avtovağzala misal üçün 2 dəqiqə çatırdıqsa, indi ən azından Sultəpənin quruğunda problemlər yaranır, Xırdalan dairəsində problemlər yaranır. Yaxın gələcəkdə küçədə yol hərəkəti yenidən təşkil olunacaq. Layihəyə əsasən hərəkət işıqforla tənzimlənəcək. Nəqliyyat vasitələri əvvəlki qaydada körpünün altında geriyə dönmədən istifadə edə biləcəklər. Layihəyə əsasən ərazidə təhlükəsizlik adacığı tikilərək hərəkət kanallaşdırılacaq. Kəsişmənin hüdudları boyunca piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nizamlanan piyada keçidləri təşkil olunacaq. Eyni zamanda avtobus dayanacaq məntəqələrin yeri optimallaşdırılacaq, yeni yol nişanları quraşdırılacaq, nişanlama xəttləri təşkil ediləcək. Günəş Rızayeva, Nadir Cəlilov, Space xəbər.